1970-ci illərdə eskimoslarda ürək-qan damar xəstəliklərindən ölüm faizinin aşağı olması, onların dəniz məhsullarını daha çox istifadə etməsi ilə əlaqəli olduğu bildirilmişdir. Bundan sonra omega 3-ün orqanizmə faydaları araşdırılmağa başlanmışdır. Omega 3 çox yağlı balıqlarda daha çox miqdardadır. Tuna balığı, qızıl balıq, skumbriya balığı, siyənək balığı və omega 3-ün ürəyə qoruyucu təsiri bir çox tədqiqatlarla təsdiqlənmişdir. Hətta Amerika Kardioloji Dərnəyi ürək xəstəliyi olanlarda gündəlik 1 qram omega 3, ürək xəstəliyi olmayanlarda isə həftədə 2 dəfə dəniz məhsulları istifadə olunmasına məsləhət görür. Omega 3 triqliseridləri azaldır, trombosit funksiyasını yaxşılaşdırır, damar elastikliyini təmin edir, hətta ürəyə bağlı ani ölüm riskini azaldır. Beyində təsiri isə öyrənmə qabiliyyətini artırır, yaddaşa, beyin qan dövranına müsbət təsir edir. Gözdə isə yaşa bağlı olan dəyişikliklər, quru göz xəstəliyi, qlaukoma riskini azaldır. Hamiləlikdə uşağın sinir sisteminin inkişafında vacib rol oynayır. Omega 3-ün bu təsirləri tədqiqatlarla təsdiqlənmişdir. Hətta bəzi tədqiqatlar vardır ki, şəkərli diabetə bağlı xroniki böyrək çatışmazlığı, miqren, Alzheimer xəstəliyi, prostat xərçənginin geriləməsində rolu vardır.